Hədisləri inkar edənlər kimlərdir? Hədis inkarçıları hədislərin qədim dövrlərdə hökmdarlar tərəfindən dəyişdirildiyini iddia edirlər. Bununla da bu ayəni inkar etmiş olurlar. Şübhəsiz zikri biz nazil etdik, biz də onu qoruyacağıq. Əl-Hicr surəsi 9-cu ayə. Amma söhbətimizdə hədis inkarçılarının məqsədlərini, bu batil şübhənin nədən qaynaqlandığını deyəcəyik. Sual olunur. Hədis inkarçılarının bu iddialarının isnadı nədir? Bu məlumat kimdən gəlir? İddia edilənlər hansı kitabda yazılmışdır? Bu iddialar müasir dövrdə küfrlə, münafiqliklə seçilən və İslamın dağılmasına çalışan insanlar yayır. Bu sözlərin ziddiyyəti ondadır ki, həmin iddianı edənlər səhih isnadla, ədaləti ilə məşhur olan şəxslərin, alimlərin, digər alimlərə, onlardan da sıravi müsəlmanlara ötürülən hədisləri heç birini qəbul etmirlər. Amma küfrü, nifaqı və günahları ilə tanınan kəslərin heç bir sənədə əsaslanmadan dediyi isnadsız sözlərini qəbul edir və onun üzərində öz əqidələrini qurur, insanları bu cılız şübhə ilə aldatmaq istəyirlər. Sözsüz ki, bu iddiaların heç bir qədim mənbəyə dayanan isnadı yoxdur. Bu iddianı irəli sürənlər tarixi hadisələri, hədis elminin hansı bir şəkildə toplanıb cəm edilməsini, hədis alimlərinin kim olmasını, onların tərcümeyi halını bilməməsinə görə ortaya çıxmışdır. Əgər həmin şəxslər tarix və tərcümeyi hal kitablarına baxsaydılar, görərdilər ki, hədislərin cəm edilib yazılması ümmətin bütün öndərləri tərəfindən ortaya qoyulmuşdur. Bu bir-iki nəfərin topladığı şey deyil ki, kim istəsə dəyişə bilsin. Hədislərin toplanıb yazılması, rəvayət edilməsi, birindən digərinə ötürülməsi ümmətin yaşadığı şərqdən qərbə kimi olan ərazidəki insanların arasında götürülmüşdür. Bu iş saraylardan və hakimlərin əlinin altından uzaq olan yerlərdə, kəndlərdə, qəsəbələrdə, ucqar ərazilərdə baş vermişdir. Əksər alimlərin hədis rəvayət edənlərin bir çoxu kasıb və saraylardan uzaq olmuşlar. Həmçinin dünyada mövqe tutmağa can atmayan, zahid, vəsvədən uzaq insanlar olmuşlar. Onlar Allahdan qorxan, elmləri ilə seçilən, hədis toplamaq üçün müxtəlif məmləkətlərə səfər etmiş şəxslər olmuşlar. Onların məskənləri məscidlər, elm məclisləri, həcdə insanların toplaşdığı yerlər olmuşdur. Onların məskəni saraylar və qəsrlər olmamışdır. Bu batil şübhəni iddia edənlər tarixə, tərcümeyi hal kitablarına baxmayan, bəlkə də o kitabların üzünü belə açmayan və bu məsələdə çox cahil olan adamlardır. Əgər hökmdarlar hədisləri öz hakimiyyətlərinə uyğun dəyişdirdiklərini fərz etsək, bəs fiqh məsələlərinə aid hədislərin dəyişdirilməsinin nə məntiqi var? Yəni, əgər onlar özlərinə lazım olan hədisləri dəyişdirirdilərsə, bəs namaz, oruc, ticarət, nikah və s. bir çox əhkamlara aid hədisləri niyə dəyişdirsinlər ki? Bunları dəyişdirməyin onların hakimiyyətlərinə nə kimi faydalar deyə bilər? Bu məntiqsiz yanaşmadır. Halbuki siz ümumən hədisləri inkar edir və dəyişdirildiyini iddia edirsiniz.